Gördüyünüz bu bitki keçibuynuzlu bitkisidir və çox adam bu bitki haqqında eşitsə belə faydalarını və düzgün istifadə qaydasını bilmir. Keçibuynuzlu ilk növbədə güclü bəlğəmgətirici təsirə malikdir. Asma, bronxit və öskürəyin bir çox növlərində istifadə olunur. Həmçinin qripin və soyuqdəymənin qarşısını almaq üçün çox təsirli bir bitkidir. Bunlarla yanaşı həm böyüklərdə, həm uşaqlarda anemiya, immunitet zəifliyi, qığıldaq yeyilmələri, sümük boşluqları, kalsium çatışmazlığı və sair kalsium çatışmazlığından əmələ gələn problemlərdə istifadə olunur. Əlavə olaraq deyim ki, cinsi potensialı artırır və kişilərdə prostat vəzni müalicəsində belə müalicə ilə yanaşı bunu da istifadə etmək çox güclü effekt verir. Keçibuynuzu gördüyünüz bu bitkidir. Bunu adətən tozu suya və ya südə qatılıb istifadə olunur və ya bəhməzini də istifadə edə bilərsiniz. Gündə heç olmasa bir dəfə rasionunuza əlavə etməyinizi çox tövsiyə edirəm. Bu bitki haqqında daha çox məlumat videonun açıqlama bölməsində qoyacağam. Abunə olmağı unutmayın.